hədislər və Allahın kitabı, Quran-ı Kərim. Bir çox insanlar zənn edirlər ki, hesab edirlər ki, Peyğəmbərimizin sallallahu aleyhi və səlləm hədisləri ilə Allahın kitabında ziddiyyət var. Belə fikirdədirlər bir çox insanlar. Peyğəmbərin hədisləri ilə Quran-ı Kərim arasında ziddiyyət var. Belə hesab edirlər. Və bu səbəbdən hədisləri qəbul etmirlər. Qardaşım, Qurana ziddi deyir. Bu nə hədisdir? Belə hədis olar. Bu Quranda yoxdur. Yaxud bu hədisi mən necə qəbul edim deyir. Bir hədis ki, Qurana ziddir. Yəni, demək istədiyim odur ki, bir çox insanlar hədisləri Qurana ziddi deyib rədd edirlər. Yadda saxlayın. İmam İbn Qayyim rahimehullah özünün yazdığı şəriət siyasəti kitabında Turuqul Hukumiyyə gözəl, möhtəşəm bir kitabı var. Bu barədə yazıb. Orada bu məsələni izah edir. Bu məsələyi toxunur. Necə də gözəl şəkildə izah edir. Lakin kimlərə? Başa düşənlər üçün, dərk edənlər üçün, iman əhli üçün. İmam İbn Qayyim rahimehullah həmin kitabında deyir ki, hər bir müsəlmana etiqad etməsi vacib olan budur ki, etiqad etsin ki, Peyğəmbərin hədisləri ilə Allahın kitabı Quran arasında bircə dənə hədis ziddiyyət yoxdur. Bircə dənə hədis zidd ola bilməz Allahın kitabına. Hər bir müsəlman buna etiqad etməlidir, qardaşım. Hər bir müsəlmanın etiqadı bu olmalıdır ki, Peyğəmbərin hədislərində bircə dənə olsun belə hədis Allahın kitabına zidd deyil. O, əziz qardaşlar, o sosial şəbəkələrdə blogerlər, tiktokerlər, manaslar, müğənnilər, şovmenlər, onlar bunun üzərində çalışırlar. Cəmaata, insanlara təqdim etsinlər ki, elə hədis var ki, Qurana ziddir. Onlar dərk etməyiblər, başa düşməyiblər. Problem hardadır? O hədisi düz başa düşməyib, haqqını verməyib, yerinə otuzdurmayıb və öz batil əqli ilə düşünüb, təsəvvür edib, ziddiyyət ortaya çıxardıb. Əslində isə vallahi Peyğəmbər sallallahu aleyhi və səlləmlə sabit olan bircə dənə səhih, mötəbər, etibarlı hədis ola bilməz ki, Allahın kitabına zidd olsun. Zidd isə zahirən insanlar təqdim edirlər. Ziddiyyət kimi görsədirlərsə, ya hədis zəifdir, hədis zəifdirsə söhbət eləmək yeri yoxdur. Aydındır? Ya hədis zəifdir, ya hədis səhihdir, düz başa düşməyib, yerinə qoymayıb və ortaya ziddiyyət çıxardıb. Hədisin haqqını versəydi, düz başa düşsəydi, onda problem olmazdı. Deməli, ikinci hansıdır? Hədis səhihdir, amma düz başa düşməyib. Üçüncü, onun əqlində problem var.
Akli, ağlı salamat deyil ona görə. Salamat akil, sağlam akil dərk edir, qəbul edir müvafiqliyi. Əqlində problem var deyə ziddiyyat ortaya çıxardım. Yadda saxlayın, əziz qardaşlar. Bu sözümü yadda saxlayın. Bunu İmam İbn Qayyim rahimehullah Turuqul Hukumiyyə kitabında, həmin əvvəldə qeyd etdiyim şəriət siyasəti ilə bağlı yazdığı kitabda bu sözü deyəndən sonra, hansı sözü? Hər bir müsəlmana vacib olan odur, etiqad etsin ki, Peyğəmbərin səhih hədisləri ilə Quran arasında heç bir ziddiyyat yoxdur. Bircə dənə səhih hədis Qurana zidd ola bilməz. Sonra görün nə deyir? Rahiməhullah. Buyurur ki, səhih hədislərin, diqqətin qulaq asın, səhih hədislərin Qur'anla münasibəti, rabitəsi, belə deyək, 3 şəkildədir. Hədislərin rolunu deyir. Allahu Akbar. Dində, İslamda. Və deyir ki, Allah rəhmət eləsin, 4-cü münasibəti yoxdur deyir. Səhih hədislərin Qur'anla münasibəti 3 şəkildədir. Birincisi, deyir ki, səhih hədislər Qur'anda olan, Qur'anın şahid etdiyi şeylərə şahidlik edir. Qur'anda olan şeyləri təsdiq edir. Nəyə ki Qur'an təsdiq edib, nəyə ki Qur'an şahidlik edir? Səhih hədislər, Peyğəmbərin hədisləri də o şeylərə şahidlik edir və o şeylər təsdiq edir. Bu birinci münasibətdir. İkinci münasibət, Allahu Akbar. Hədislər Qur'anı təfsir edir, izah edir, bəyan edir. Orada olan o mütləq, ümumi şeyləri məhdudlaşdırır, təqyid, müqəyyəd deyirlər buna. Məsələn, Qur'anda mütləq şəkildə gəlib, hədis müqəyyəd eləyir, qeydləşdirir. Hədis təfsir edir, hədis izah edir. Allahın muradını, Allahın kitabını, ayələri təfsir edir. İkinci münasibət budur. Bəyan edir. Üçüncü münasibət, Allah rəhmət eləsin, İbn Qayyim deyir ki, üçüncü münasibət odur ki, Qur'anda müstəqil şəkildə varid olmayan hökm, səhih hədis hökmlə gəlir. Münasibət budur. Yəni hökm yoxdur. Qur'anda o hökm yoxdur, sükut edib. Qur'an bir şey barəsində sükut edib. Hədis o hökmü ərsəyə gətirib, belə deyək. Hədislə o hökm sabit olub. Qur'anın sustuğu, sükut etdiyi hökmü hədis gətirib. Hədislə hökm isbat olub. Və rahiməhullah deyir ki, səhih hədislərin Qur'anla münasibəti bu 3 şəkildədir deyir. Hədislərin Qur'anla münasibəti bu 3 şəkildədir, 4-cüsü yoxdur deyir. Yəni rəftar, münasibət, rabitə bu cürdür deyir. Rahiməhullah. Ona görə Allah, əziz qardaşlar, nə badə. Bu blogerlərdir, bu tiktokerlərdir, manıslardır. Onların çıxışlarına qulaq asasınız. Dinləyəsiz. Nə badə vallahi. Dəccallardır. Dindən bir xəbər olan insanlardır. Nə Allahın muradını, nə Peyğəmbərin muradını başa düşməyən insanlardır. Bu insanlar, ümumən, bu insanlar əslən, bilərəkdən bunu edirlər ki, səni, müsəlmanı hədislərdən diksindirsinlər. Elə etsinlər ki, müsəlmanlar qoy hədislərə inanmasın, tək Qurana inansınlar. Və elə təqdim edirlər cəmaata. Vallahi, summa vallahi. Peyğəmbər sallallahu aleyhi və səlləmin bir səhih hədisi Qur'ana zidd ola bilməz. Heç vaxt. Lakin insanlar dar düşüncələri ilə, səfeh əqilləri ilə belə görüblər, özləri başa düşdüyü kimi başa düşüb insanlara belə ziddiyyət çatdırıblar. Əslində isə əlhamdülillah səhih hədislərlə
Allahın kitabı arasında heç bir ziddiyyat yoxdur. Və bu üç İbn Qeyyimin qeyd etdiyi hədislə Qur'anın münasibətini yaxşı yadda saxla. Lazım olacaq. Və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed.